Alkanların ardı deməli ikinci hissədə səhifə 119 2023-cü ilin test toplusu uşaqlar 2023-cü ildə nəşr olunan test toplusunda 100-cü sualda qalmışıq biz. 100-də nə deyir orada? Vür seksiyasında nə dəyişir? Birinci sualda hidrogenin oksidləşmə dərəcəsi dəyişmir. Yazıb dəyişir. Dəyişmir. Ona görə dəyişmir ki, reaksiya daxil olan maddədə də hidrogenin oksidləşmə dərəcəsi müsbət 1-dir. Reaksiyadan alınan maddədə də yenə müsbət 1-dir. Karbonun oksidləşmə dərəcəsi qısa yazaq. Burada oksidləşmə dərəcəsi dəyişmir. Karbonda isə dəyişir. Karbon özünə elektronu alır. Elektron alana nə deyirlər? Oksidləşdirici. Elektron alanda, bir də təkrar edirəm, yükü azalır. Yəni aldığı qədər azalır. Özünə nə qədər elektron alıbsa, o qədər də nə edir? Yük nədir? Yükün başqa adı nə dərəcəsidir? Oksidləşmə dərəcəsi azalır. Karbon özünə elektron alır. Karbon oksidləşdiricidir. Ona görə də oksidləşmə dərəcəsi azalır. Yükü də azalır. Karbon atomunun 3-cü yazıb hibrid vəziyyəti dəyişmir. Karbon elə sp3 hibrid vəziyyətindən sp3-ə gəlir, hibrid vəziyyəti dəyişmir. Dəyişən nə oldu uşaqlar orada? Dəyişən yalnız 2. Cavab oldu yalnız 2 sevəndi. İndi biz vür seksiyasına aid nümunə yazıram. Vür seksiyası nədir uşaqlar? Alkanları laboratoriyada almaq üçün hansı reaksiyadan istifadə olunur? Vür seksiyası. Vür seksiyasıyla bir dənə metanı almaq olunur. Desələr ki, bütün alkanları vür seksiyasına almaq olar, yanlış ifadədir. Bütün sözü yanlışdır. Alkanları, metandan başqa alkanları vür seksiyası ilə alırlar. Amma bütün sözü yazılanda testdə yanlış ifadədir. Metanda karbon bir dənədir, onu vür seksiyası ilə almaq olmaz. Metandan başqa digər alkanları isə laboratoriyada vür seksiyası ilə alırlar. Ondan ötəri alkil. Alkil deyəndə alkandan hidrogen neçəsi çıxıb? Biri. Bu radikalın adı alkil, halogenit götürürlər. Halogenit deyəndə X-in yerinə nə ola bilər burada? Xlor, brom, bir də yod ola bilər. Alkil halogenit deyəndə onun natriumla reaksiyası vür seksiyasıdır. Vür seksiyasında 2 mola 2 mol götürülür. Baxın, bunlara fikir verin. 2 mola 2 mol. Natriumla X birləşir. Natrium X 2 mol duz əmələ gəlir və 1 mol da alkan əmələ gəlir. Burada nəyə fikir vermək lazımdır? Alkandakı karbonun sayı alkildəki karbonun sayına neçə misli qədərdir? 2 misli qədərdir. Yəni buradakı N 4-dürsə, buradakı N neçə olmalıdır? 2. 4-ün yarısı qədər 2-yə bölürük 2. Burada karbonun sayı artıb, əvvəlki qədər deyil. Baxın, alkildə karbon N-dirsə, alkandakı karbon alkildəki neçə misli qədərdir? 2 misli qədərdir. Alınan alkan qaz da ola bilər, maye də ola bilər, bək də ola bilər. Etan alına bilər, propan alına bilər, butan qazdır. 5-dən 15 arasında 5-lə 15 daxil olmaq şərti ilə olan alkanlar, yəni pentanla pentadekan. Pentanda 5-dir karbon. Pentadekan deyəndə 15, 15-in 2 misli 30-un üstə 2 gələndə 32. Pentadekan daxil olmaq şərti ilə normal şəraitdə maye halındadır və heksadekandan başlayaraq digər alkanlar isə sonraki alkanlar heksadekan 34. Sonra gələn alkanlar normal şəraitdə bəkdir. Yəni orada etan alına bilər. Etan alkanların ikinci nümayəndəsi etan alına bilər. Qaz halında alkan, propan vür seksiyası ilə ala bilər, butanı və s. Yəni bir sözlə alkanları vür seksiyası ilə alanda orada bəkdə alkan çıxa bilər, qaz halında da çıxa bilər, maye halında da alkan alına bilər. Mütləq alınan maddələrdən biri bərk olmalıdır, çünki orada ayrılan maddə duzdur. Ən sadə vür seksiyasına aid nümunə göstərim. Məsələn, etanı almaq üçün nə götürürlər? Karbonu 2-ni 2-yə böləndə karbon 1 dənə, 6-nı 2-yə böləndə hidrogen 3, metil, ya X-in yerinə xlor yazıram. Alkil, xlorid deyildi. İlk əvvəl nə götürürdü uşaqlar? Alkil, halogenit. Halogenit burada xlor da ola bilərdi, brom da ola bilər, yod da. İndi mən hal-hazırda xlor götürmüşəm. Metil, xlorid. Metil bromid də yaza bilərdim və yaxud da ki, bu maddənin adı xlor,
Metan. Metanın nə idi? Törəməsi. Plus natriumla reaksiyası, Würz reaksiyası neçə molla, neçə mol? 2 molla, 2 mol. Natrium klorid əmələ gəlir və 2 də metil birləşir. Baxın, metildən neçə dənədir buradan? 2 də. Metil, bir də yenə metil. Metillə metil baş-başa birləşəndə alınan maddə etan olur. Karbon zənciri uzanır. Hidrogenin dərəcəsi müsbət 1 idi, elə müsbət 1 qalır. Xlor mənfi 1-dən elə mənfi 1-ə gəlir. Metal 0-dan müsbət 1-ə gəlir. Metal reduksiya edicidir, elektron verir və karbon da özünə elektron alır, oksidləşdiricidir. Würz reaksiyası molekullar arası, yəni elektronu verən natriumdur. Alan nədir bu? Karbon. Nə arasıdır bu? Molekullar arası oksidləşmə reduksiya reaksiyasıdır. Würz reaksiyasında karbonun sayı artdı. 2 dənə metil baş-başa birləşəndə etan əmələ gəldi. Würz reaksiyasında duz alındı, alkan alındı. Würz reaksiyası oksidləşmə reduksiya reaksiyasına aiddir. Buradakı karbon baxın sp3 hibrid vəziyyətində isə, alkanlardakı karbon da hansı hibrid vəziyyətindədir? sp3. Yəni alkildə, alkil deyəndə necə yazır uşaqlar? CnH2n plus 1. Alkildə bura bir x yazır. Alkil halogenitlər yazmaq üsul. Burada pi rabitəsi olmadığı üçün karbonlar hamısı nə hibrid vəziyyətindədir? sp3. Alınan alkanda da karbon hansı hibrid vəziyyətdə olur? sp3 hibrid vəziyyətində olur. Çünki nə alkildə, alkil halogenitdə, nə də alkanda nə rabitəsi yoxdur? Pi rabitəsi yoxdur. Bu Würz reaksiyası oldu. Deməli, Würz reaksiyasında karbon oksidləşdiricidir, metal reduksiya edicidir, hidrogenin dərəcəsi dəyişmədi. Karbonun hibrid vəziyyətdə dəyişmir. Dəyişən nə oldu? Burada yalnız 2 karbonun oksidləşmə dərəcəsi. Bəs indi orada metanı Würz reaksiyasına almaq olmur. Metanı nə ilə alırıq? Metanı laboratoriyada almaq üçün 2 dənə maddə lazımdır. Bir alüminium karbid. Alüminium karbid bunun valenti 4-dür, bu 3-dür. Su ilə hidrolizi, bu reaksiya mütləq əzbərdən bilməlisiniz. Alüminium hidroksid çıxır. Suyu belə yazmaq olar, HOH. Alüminium hidroksid ağ rəngli çöküntü və bir də metan qazı əmələ gəlir. Metan laboratoriyada alınmasıdır. Alüminium 4 mol atom, bura bir 4. Karbon 3, bura bir 3. Mötərizənin kənarındakı 3 mötərizənin içərisinə aiddir. Oksigen 3 dənədir, vurduq 4-ə, 12 eləyir. Onda bura bir 12 yazırıq. Burada oksigen 1 dənədir. 12-ni vuraq suyun indeksindəki hidrogen, suyun içərisindəki hidrogenin indeksi 2-dir. 12-dir qarşısında əmsal. Vuraq 2-yə. 24 mol atom hidrogen soldadır. Sağa baxaq uşaqlar. 3 dənə hidrogen burada mötərizənin içində. 4-ə vuranda 12 dənə hidrogen burada. 3-ü vuraq 4-ə, 12 də hidrogen burada. Cəmləyəndə 24 mol atom hidrogen burada, 24 mol atom burada. Sol hara bərabərdir? Sağa. Və alınan maddələrdən biri çöküntüdür, biri qazdır. Testdə elə suallar düşür. Və hidrolizdir bu. Nə elektron verən var, nə də alan var. Karbon mənfi 4-dən. Elə metanda da neçə 4-ə gedir? Mənfi 4-ə. Yəni bir də belə yazanda alüminium karbid su ilə hidrolizi. Hidroliz oksidləşmə reduksiya reaksiyasına aid deyil. Alüminium hidroksid çöktü. Ağ rəngli çöküntü, rəngi də düşür. Əlməşiyə bənzər amfoter hidroksid düzdür. CH4 metan çıxır. Alüminium müsbət 3-dən müsbət 3-ə gəldi. Karbon mənfi 4-dən mənfi 4-ə. Burada nə elektron verən var, nə də alan. Baxın, dərəcə dəyişmir. Hidrogen də dəyişmədi. Heç bir dərəcəsinin dəyişməsi yoxdur burada. İkinci reaksiya nədir? İkinci sirkə turşusunu, bu metanı laboratoriyada almaq üçün 2 də reaksiya var. İkinci sirkə turşusu, bilirsiniz ki, üzvü turşudur. Karboksildəki hidrogen turşunun əsaslığını bildirir. Sirkə turşusunun natrium duzunu götürmək lazımdır. Sirkə turşusunun duzu, natrium duzu orta və necə duzdur? Normal duz. Buradakı hidrogen natriumla əvəz olunur. Normal duzdur. Bu karboksil qrupudur. Bütün üzvü turşularda karboksil qrupu var. Beynəlxalq adı nədir? Nömrələmə karboksilin özündən gedir. Etan turşusu. İkinci adı sirkə turşusu. Sirkə turşusu. Üçüncü adı nə deyirlər ona? Asetat turşusu. Sirkə turşusunun duzlarına nələr deyirlər? Asetatlar. Natrium nə götürürlər? Natrium asetat. Asetat.
Plus qələvi ilə qızdırırlar. Nə ilə qızdırırlar uşaqlar? Özü reaksiya fikir verin. Burada qızdırıldıqda gedir. Mütləq bu sözü fikir verin. Bu qırıq-qırıq xəttlərlə birləşəndə, baxın, bunlar qırıq-qırıq xəttlərlə birləşəndə natrium 2 mol atom, karbon bir dənə burada, 1, 2, 3 də, daha doğrusu belə qırıq xəttlə. Bunu da götürmək lazım. Natrium 2 mol atom, karbon bir dənə, burada oksigen 1, 2, bir də burada 3 dənə natrium karbonat. Orta və necə dozdur bu? Normal doz. Və plus CH3 deyildi. Bir də burada hidrogen qalıb. Birləşəndə CH4 əmələ gəlir. Metanın bu da laboratoriyada alınmasının ikincisidir. Bu yolla metan laboratoriyada alınır. Deməli, metandan başqa digər alkanlar isə hansı reaksiyadan alınır? Vürs reaksiyasından. Vürs reaksiyasında qeyd elədim. Keçdik 101-ci sual. 101-də deyir ki, A bəndində deyir, hansı reaksiya doğru deyil? Yazıb etan. Etan, 2 mol etan, 7 mol oksigenlə reaksiya girir, yandı. 4 mol karbon 4 oksidi çıxıb və plus 6 mol da su. Birinci reaksiya doğrudur. Ona görə ki, karbohidrogenlər yanır oksigəndə. Karbon oksid 4 oksidi, hidrogen oksidi su. Bütün karbohidrogenlər, nümunə göstərən bütün karbohidrogenlər, istər doymuş, İstər doymamış, istər alfatik, istərsə də disiklik karbohidrogenlər yananda karbonun oksidi, karbon 4 oksidi və hidrogenin oksidi su əmələ gəlir. Karbon 4 oksidi turşu oksiddir, karbon dioksid də deyirlər, karbon qazı. Bu da hidrogenin oksidi nə duz əmələ gətirəndir, nə də duz əmələ gətirməyəndir. Keçdik B bəndinə. Bu A bəndi doğrudur. Bizə deyir, doğru deyil. Metan, şaxta və ya bataqlıq qazının əsas şaxta və ya nə qazı deyirlər? Bataqlıq qazı deyirlər. Nə buxarı ilə konveksiyası, su buxarı ilə reaksiyası var. Burada temperatur və katalizatorda sintez qazı əmələ gəlir. CO plus hidrogen. İkisinə bir arada nə qazı deyirlər? Sintez qazı. Bu yollarda hətta hidrogeni harda almaq olar? Sənayedə alınma üsullarından biridir. Hidrogen 4 dənə, burada da 2 dənə. 6 2-yə böləndə 3, karbon 1 mol atom, 1 mol atom, oksigen 1 dənə, 1 dənə. Bu reaksiya doğrudur. Metanın, ümumiyyətlə B bəndini bir də təzədən yazıram uşaqlar. Metanın B ilə C-dəki reaksiyalara baxın. Metan su buxarı ilə reaksiya girir. Temperatur və katalizatorda və bir də metan karbon dioksidlə, yəni karbon qazı ilə reaksiyası. Bu da yenə temperatur və katalizatorda. Şaxta və ya bataqlıq qazının su buxarı, eləcə də təbii qazın, yəni bu təbii qazın əsas tərkib hissəsi metandır, 80-97% su buxarı və ya karbon dioksidlə konveksiyasından dəm qazı plus hidrogen, burada da dəm qazı plus hidrogen. İkisindən bir arada nə qazı deyirlər buna? Sintez qazı. Sintez qazı bu hidrogenin harda alınmasıdır. İkisinə bir arada sintez qazı deyirlər. Hidrogenin harda alınmasıdır? Bu sənayedə nə idi? Alınması. Hidrogen qazının sənayedə alınmasıdır. 6 dənə hidrogen var. 2-yə böləndə 3, oksigen 1 dənə, 1 dənə, karbon 1 dənə, 1 dənə. Hidrogen 4, 2-yə böldüm, bura bir 2 yazıram. Karbon 1 mol atom, burada da 1 mol atom, 2 mol atom. Oksigen 2 dənə, burada da 2 dənə. Bu reaksiyanın ikisini də əzbərdən bilməlisiniz. İnşallah bu reaksiya həm də hidrogenin sənayedə nə idi? Alınması. Bu iki qaz ikisinə bir yerdə sintez qazı deyirlər. Nə qazı deyirlər? Bu reaksiya da doğrudur. Sonra yazılıb D bəndində karbonun su buxarı ilə konveksiyası var. Karbon bərk maddədir. Su buxar halında olur. Bu reaksiya 1000 dərəcə Celsiusdə gedir. Bura yazmıyor temperatur, amma mən deyirəm. CO plus hidrogen çıxacaq. Buradan alınan qaz qarşılığına isə su qazı deyilir. Nə qazı deyirlər? Su qazı ilə uşaqlar sintez qazının baxın içərisinə daxil olan maddələr, dəm qazı, hidrogen eynidir. Amma onları almaq üçün başlanğıc maddələr fərqlidir. Sintez qazı metanın su buxarı ilə və yaxud metanın karbon 4 oksidinə reaksiyası temperatur və katalizatorda sintez qazı verir. İkisi bir arada nə qazıdır bunlar? Baxın, bunlar sintez qazıdır. Amma karbonun su buxarı ilə reaksiyası 1000 dərəcə Celsiusdə CO plus hidrogen çıxır. Bu isə su qazı adlanır. Bu da hidrogenlərdə alınma üsuluna aiddir. Sənayedə alınma üsullarından biridir. Karbon 1 mol atom 1. Əmsal verməyə ehtiyac yoxdur. Hidrogen 2-də, oksigen 1 dənə. D bəndi də doğrudur. Bu 3 bəndin. Doğru olmayan bənd uşaqlar Y bəndidir. Y bəndi ona görə doğru deyil ki, pentan alkanların homoloji sırasının 5-ci nümayəndəsidir. O hidrogenləşmir. Amma onlar yazıb ki, reaksiyanı pentan
plus hidrogenlə reaksiya aparıb. Cavabda da C5H14. Belə bir maddə nədir? Yoxdur. Çünki karbohidrogenlərin içərisində ən çox doymuş karbohidrogen alkanlar və ya parafinlərdir. Burada 5-dir. Onun üstə 2 gələndə 12. 14 heç vaxt da neyə bilməz? Ola bilməz. Çünki alkan hidrogenləşmir. Nə rabitəsi yoxdur? Pi rabitəsi yoxdur. Doğru olmayan reaksiya nə bənd oldu? Y bəndi. 101-in cavabı Y bəndidir. Keçirik 102-yə. 102-də nə yazıb uşaqlar? Heksan yazıb. Heksan necə yazır? C6. Heksa 6 deməkdir. N-in qiyməti 6-dır. 2-dən 6, 12-in üstə 2 gələndə 14. Və yazıb 300 dərəcə Selsi. Kitabda da var bu nəzəriyyədə. Platin katalizatorunun iştirakı ilə aşağı hissəsində yazıb hidrogen ayrılıb. Minus hidrogen ayrılmasına nə deyilir? Dehidrogenləşmə. 4 mol hidrogen ayrılıb. Baxın 4 mol. Molun yerinə yazıb 4 mol və atom olaraq 8 dənə hidrogen atomu. Neçə də hidrogen atomu? 4'ü vurduq 2'yə, 8 də hidrogen atomu ayrılıb. 6'dır, karbon 6'dan qalacaq. 14'dən 8 çıxanda 6. Benzol əmələ gəlir uşaqlar. Benzol aromatik karbohidrogenlərin ilk neydi? Nümayəndəsidir. Arenlərin düsturu necə idi? CN-H2-6'dır. Arenlər və ya hansı karbohidrogenlər? Aromatik karbohidrogenlərin ilk nümayəndəsi. Onlar da en böyük bərabərdə 6'dan başlayır. Elə onların ilki benzoldur. Nədir uşaqlar? İlk nümayəndəsi benzoldur. Benzol benzin kimi yağlı mayedir, amma benzinin formulu yoxdur, qarışıqlara aiddir. Benzol isə saf maddədir. Hansı maddədir? Saf mürəkkəb maddə. Baxın uşaqlar, saf maddələr, işarələr və indekslər vasitəsilə necə yazılışırlar? Şərti yazılışırlar. Cavab nə bənd oldu? B bənd. Deməli, bir də təkrar deyirəm. 100 neçə idi bu? 2. 102-də deməli, heksanı yazıblar, sözlə yazıblar. Heksanı biz formulunu yazdıq. 300 dərəcə Selsidə platin katalizatorunun iştirakı ilə 4 mol dehidrogenləşdiriblər. Baxın, minus hidrogen deyəndə hidrogenin ayrılması dehidrogenləşmədir. Dehidrogenləşmə özü hansı reaksiya aiddir? Parçalanma reaksiyasına bir növüdür. Dehidrogenləşmə belə də yaza bilərik. 6, 14. Bu hidrogenin ayrılmasını burada da yaza bilərik. Neçə mol hidrogen ayrılır? Ya minus oxun altında yaza bilərik burada, ya da burada yaza bilərik ayrıca. 14'dən 4 vur 2'yə 8 hidrogen ayrılanda C6 H6 olur. Benzol əmələ gəlir. Neçə 100 dərəcədə? 300 dərəcədə platin katalizatorunun iştirakı ilə. Hidrogenin ayrılmasına nə deyilir uşaqlar? Dehidrogenləşmə. O parçalanma reaksiyasının nə növüdür? Bir növüdür. Özü dehidrogenləşmə hidrogen bəsit maddədir. Burada müsbət 1-dən 0-a gedir. Burada elektronu alan varsa verən də var. Dehidrogenləşmə, oksidləşmə nə reaksiyasına aiddir? Reduksiya reaksiyasına aiddir. Alınan maddələrdən biri bəsit maddədir. Dehidrogenləşmədir. Bir mürəkkəb maddə parçalanır bir mürəkkəbə. Baxın, hidrogen ayrılandan sonra bir də mürəkkəb və bir də necə maddə ayrılır? Bəsit maddə. Bəsit maddə ayrılıbsa bu reaksiya %100 oksidləşmə nə reaksiyasıdır? Reduksiya reaksiyasıdır. Yəni burada dərəcə dəyişib. Baxın, hidrogen neçə birdir burada? Müsbət 1-dən hara gəlib? 0-a. Yükü azaldı. Neynədir hidrogenin? Azaldısa neynəyəcək? Artacaq, özünə elektron alır. Hidrogen nə oldu burada? Oksidləşdirici. Nə oldu hidrogen? Karbon nə olacaq uşaqlar? Reduksiya edici. Yəni bu reaksiya oksidləşmə nə reaksiyasına aiddir? Reduksiya reaksiyasına aiddir. Əlavə deyirik bunu. Keçdik indi biz 103-ə. 103-də deyir, n sayda karbon atomu olan alkan. Alkan necə yazır uşaqlar? CN, plus 2 n sayda karbon var. Karbonun sayı nə qədərdir? N. Cəmi neçə sigma rabitə var? Cəmi sigma rabitə atomların sayından neçə vahid azdır? 1 vahid. Bu n-dir. Üstə gəlir 2n plus 2. Atomları cəmləyirik. Atom olur 3n plus 2. Alkanlar alfatik karbohidrogen olduğu üçün, alkan, yəni açıq zəncirli karbohidrogen olduğu üçün atomların ümumi sayından bir vahid az sigma rabitə var. Sigma rabitə nə qədər olacaq? Atomların ümumi sayı 3n plus 2'dir. Bəs bu atomun ümumi sayıdır. Amma sigma isə 3n plus 1 olacaq. Yəni bir vahid azdır. Buradan neçə çıxır o? Bir vahid, nə oldu bu? Az. Ona görə bir vahid azdır ki, alfatik, yəni açıq zəncirli doymuş nədir bu? Karbohidrogen.
103 deməli n sayda karbon atomu olan alkan molekulunda cəmi sigma rabitə 3n plus 1 cavab nə bəndə oldu? A bəndi. Keçirik 104-ə. 104 bu da asan sualdır uşaqlar. N sayda karbon atomu olan alkan. Yenə də deyir karbonun sayı nə qədərdir? N. Hidrogen onun 2 mislindən 2 vahid çoxdur. Karbon ilə hidrogen arasında olan rabitənin sayı nə qədərdir? Hidrogenin nəyə qədər? Sayı qədər. Rabitə nə qədər olacaq? 2n plus 2 qədər sigma. Və yadınızda saxlayın, karbonla hidrogen arasında həmişə neçə qat rabitə var? 1 qat. O da həmişə hidrogenin nəyə qədər olur? Sayı qədər. Sigma rabitə 2n plus 2. Cavab nə bəndə oldu? D bəndi. Keçirik 105-ci suala. 105-də nədir uşaqlar? 105-də qrafik çəkib, karbohidrogen yazıb. Qrafikdə yazıb alkan. Baxın, karbohidrogenin aşağı hissəsinə yazıb alkan. Karbohidrogen sözünü yazıb uzun. Burada alkan yazıb. Sonra molekulunda hidrogen atomunu sayıb. Molekul qısa yazaq. Nə atomun sayı? Hidrogen atom sayı. Atom sayı nə qədər verib? Alkan molekulunda hidrogen atomu sayı 2 vurmaq. N plus 1 plus 2. Buna hidrogen atomunun sayını burada n ilə verdiyinə, baxın burada n olduğuna görə mən alkanın düsturunu daha yaxşı anlamaq üçün nə ilə işarə edilir karbonun sayını? X-la. Və bizə deyir ki, karbon atomunun sayını tap. Karbon atomunun sayını elə nə ilə işarə edilir? Sayı X-la işarə olunur. Nə ilə işarə olunur? Bunu deyir tap. Karbon X-dir, hidrogen onun neçə mislindən? 2 vahid çoxdur. Burada hidrogenin sayı nə qədərdir uşaqlar? 2x plus 2. O da bərabərdir. Hidrogenin sayı nə qədərdir? 2 vurma. N plus 1 plus 2. X-in yerinə burada nə dayanıb? N plus neçə dayanıb? 1. Bu 2'lər buradadır. Plus 2 buradadır. Baxın, anladınız nə dedim? İstiyorsunuz təzə səhifədən bir də yazın. Bax, karbon nə qədərdir? X-dir. Hidrogen onun neçə mislindən? 2 mislindən 2 vahid çoxdur. Yazıram hidrogen atomunun sayı 2x plus 2. O da bərabərdir. Hidrogenin sayı bizdə nə qədər verilib cədvəl? 2 vurmaq n plus 1 plus 2. Plus 2 buradadır. Bu x-in yerinə nə dayanıb burada? X da bərabərdir. N plus neçə dayanıb x-in yerinə? 1. Karbonun sayı nə qədərdir? N plus 1-dir. Baxın. X-in yerinə dayanan bu. Karbonun sayı n plus 1'dir ki, n plus 1'dir ki, hidrogen onun neçə mislindən? 2 mislindən. Neçə vahid çoxdur? 2 vahid çoxdur. Sonra burada karbonun sayı n plus 1, cavab nə bəndə oldu? Y bəndi. 106'ya baxaq uşaqlar. 106'da belə bir karbon zənciri verilən doymuş karbohidrogende neçə də hidrogen atomu olmalıdır? Belə bir karbon zənciri verilib. Dörtlü karbon var burada uşaqlar. Birli, sonra karbon zənciri verilən, bax belə bir karbon zənciridir. Bir neçə də hidrogen atomu var. Bunu belə də yaza bilərsiniz. H3, 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 1, 2, 3, 4, H2, bir də H3. Bilirsiniz də 4 valentinə görə. Ya da necə yazırıq? 1, nömrələndə 1, 2, 3, 4 də əsas zəncirdədir. Neçə də şaxədədir? 2 də. Və karbon atomları arasında rabitə tək-qat olduğuna görə ən qısa yolu nədir? Alkanın düsturu necə edir? CnH2 plus 2. Karbon orada əsas zəncirdə neçədə idi uşaqlar? 4 dənə. Neçəsi şaxədədir? 2-si. N'in qiyməti neçəyə bərabərdir? 6-ya. 6 yazıram bura. 12'nin düzsə 2 gələndə 14. Bizə deyir hidrogen atomunu tap. Neçədə hidrogen atomu var? Amma bu yolla uzun gedir. Biri var, 3 yoxdur. Məsələn, bu yolla yazsınız. Biri var, valentin 3 yoxdur. Bir valenti buradadır 3. 1, 2, 3, 4, 4'ü də sərf olunub. 2 valent. Burada da bir valenti var, 3'ü də burada. Bu yol uzun yoldur və bu şaxəli alkandır. 4'lü karbon atomu var. Adını özüm siz için yazıram. 2,2 dimetil. Nə deyirlər ona? Butan. Nəyin izomeridir? Heksanın nəyidir? İzomeridir. Sonra cavab oldu 14. 14 də B bəndidir. Sonra növbəti sual gəlir. 100 neçə gəlir oradan? 7. 107-də nədir uşaqlar? 107-ci sual. Səhifəyə bax, burada bir dənə zəhmət olmasın. 107-də baxın buram. Belə bir maddə yazıb. Bu pentan izomeridir uşaqlar. Neçədən karbon var? 5 dənə. Karbon zənciri verilən doymuş karbohidrogen. Karbon zənciridir.
Rabitələr hamısı necə qatdı? Deməli bu sinif hansı sinifdir? Alkan. Özü necə alkandır? Şaxəli. Niyə? Dördlü karbon var. Bunlar birlidir. Bu da birli. Bu da birlidir. Bu da birlidir. Burada görürsünüz bir dənə dördlü karbon atım var. Əsas zəncirdə 1, 2, 3, 2 də şaxədədir. Onda karbonun qiyməti neçəyə bərabərdir? 5'e. Ona görə ki, alkanda karbon N-dir, hidrogen onun 2 mislinə 2 vahid çoxdur. 1 karbon, 2, 3, 4, bu da 5. Karbon 5-dədirsə, hidrogen də onun 5-in 2 misli, onun 2 gələndə 12. Hidrogen atomun sayını deyir, neçədə hidrogen oldu? 12-də. Amma digər tərəfdən də, məsələn, digər yolla tapsınız, o yol uzun yoldur, ehtiyac yoxdur ona. Karbonu belə yazırlar. Yəni, burada dördlü karbon atomu yazdı. Pentanın neydi bu? İzomeri. İzomeridir. Özdə ən çox şaxəsi olan izomeridir. Pentanın 3 də izomeri var uşaqlar. Nə yazır o bura? H3, 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 burada da H3. Adı nə oldu bunun? 2, 2, 2, 2, Dimetil. dimetil. Əsas zəncirin uzunluğu 3-dədirsə propan. Deməli 2, 2 dimetil propan başqa adı nədir? Səmərəli adlandırma. İzopentandır da bu. Pentan neydi? İzomeridir. Səmərəli adını demək istəyirsən, sən ən törəməsi kimi baxırlar. Metandan hidrogen neçəsi çıxıb 4-dür. Səmərəli adlandırmaya görə ən çox şaxəsi olan karbona metan kimi baxırlar. Nə kimi baxırlar orada? Gəl onu qırmızıyla yazın. Metandan nəyə kimi baxırlar bura? Baxın. Metandan hidrogen neçə çıxıb? Buna metan kimi baxsan. 1, 2, 3, 4'ü çıxıb. Metil. Bu nə oldu be? Metil. Metil. Bu nə oldu? Metil. Metil. Bu da nə oldu? Metil. Tetrametil. Bunun adı nə oldu? Tetrametil metan. Tetrametil metan. Bəs beynəlxalq adı 2,2 dimetil propan. Səmərəli adı oldu. Buna metan kimi baxsam, səmərəli adlandırmada. Metandan hidrogenin neçəsi əvəz olunub? 4'də. 4 əvəz olunub, baxın. Bu əvəz olunub, nə ilə əvəz olunub? Əvəzinə metil radikalı gəlir. Metil. Metil. Bu da metil. Bu da metil. Səmərəli adı oldu tetrametil. Metan. Tetra 4 deməkdir. Metil özü bitişik yazılır. Metan. Metan da bitişik yazılır. Şola tetrametil bura yer olmadı bu tərəfdə. Tetrametil metan. Səmərəli adıdır. Keçdik digər suala. Orada səmərəli adı soruşmurdu. Sadəcə bunlara əlavə yazdıq biz. Soruşur ki, neçədə hidrogen atomu var? Hidrogen atomu hələ biz karbon 5 dənədirsə, hidrogen də neçədə olacaq? 12-də. Cavab nə bəndə oldu? D bəndidə. B niyə? D bəndi. Keçirik neçəncə suala uşaqlar? 108. 108-ci sualda nə var uşaqlar? Baxın bura 108-ci sualda. Deyir ki, normal pentanın izomerin göstərin. Normal pentan deyəndə, normal nə deyəndə pentan? Normal pentanın 3-də izomeri var. Neçədə izomeri var? Karbon 5 dənədir. Hidrogen də 12-də olmalıdır. 3-də izomeri var. A bəndi ola bilməz. Ona görə ki, A bəndində karbonun sayına baxın. CH3, CH, CH3. Buradan da CH. Özdə burada rabitə karbonla karbon arasındadır. Bu da CH3. Sonra əsas zəncirdə burada CH2, burada da CH3. Baxın 1, 2, 3, 4, 5, 2 də şaxədə. 7 də karbon var. Hidrogen neçədədir? 16-dır. Bu heptanın izomeridir. Nəyin izomeridir? Heptanın izomeridir. Şaxəli heptandır. Hansı heptandır? Şaxəli ona görə ki, buradakı karbon neçəlidir? Üçlü. Bu karbon neçəlidir? Üçlü. Bu karbon ikili, birli, 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 bu da birli. Heptanın izomeridir. Bu olmadı A bəndi. Sonra B bəndində heksanın izomeri yazılır. B bəndi necə yazırıq? B bəndində heksan deyəndə 1, 2, 3, 4, burada da 1. Bu heksan izomeri olacaq. Ona görə CH3, CH, CH3, H3, H, bir də H3. Adını da yaza bilərik. 1, 2, 3, 4, 2, 3, dimetil butan. Baxın, bunun adı nə oldu? 2,3, di, nə deyirlər ona? Metil. Əsas zəncirin uzunluğu 4-dədirsə, nə deyirlər ona? Butan. Butan sözündə 4 dənə burada əsas zəncirdə, 2 də şaxədə. 6, bu da 14. Heksanın neydi bu? İzomeri. Bizə lazımdır pentan izomeri. C bəndi də ola bilməz. C bəndi də yenə heksan izomeridir. Heksanın 5 dənə izomeri var.
Baxın, biri də C bəndindəki maddə yenə heksanizomerdir. Nədən bilirəm? 1, 2, 3, 4, 5, 6. Neçədə karbon var? 6-da. H3, H3, H3. Buradan H2, bu da H3. Bunun adı nə olacaq? 2, 2, di, metil. Nə deyirlər ona? Butan. 2, 2 dimetil butan. Bu da oldu C6, H14. Onda cavab nə bəndi olacaq? Pentan izomeri Y bəndi. Y bəndində pentan izomeri deyəndə Y bəndində pentan izomeri deyəndə cavab Y bəndidir. Yazırıq CH3. Sonra nə yazırıq orada? CH2, burada yazılan kimi CH3. Bir də burada CH3. Nömrələyəndə şaxənin yaxın olan tərəfdən, bu tərəfdən yön nömrələyirik. Sağ tərəfdən 1, 2, 3, 4. Soldan gəlsək 1, 2, 3-dədir şaxə. Baxın, bu şaxə 3-dədir. Amma sağdan geçsək 1, 2, 3, 4. Bu maddənin adı nə oldu? 2-də metil var və əsas zəncirin uzunluğu 4-dədirsə butan. 2 metil butan deyəndə 4-də əsas zəncirdə, bir də burada 5 dənədirsə pentanın izomeri. Cavab nə bəndi oldu? Y bəndi. Neçədir?